Funksiyalar mövzusuna aid maraqlı bir sualın izahına baxırıq. Deməli, x bölünsün x kvadrat üstəgəl 64 ifadəsinin ən böyük qiymətinin 64 mislini tapacağıq. Bizə şərtdə x-in 0 olmadığını onsuz da göstərib. Ona görə rahatlıqla sürət və məxrəci x-a bölə bilərik. Bərabərdir. Sürətdə nə alınır? Sürətdə x-i x-a böldük 1. Məxrəcdə burada ixtisar gedir. X üstəgəl 64 bölünsün x. İndi məxrəcə koşu bərabərsizliyini tətbiq eləyəcəyik. Koşu bərabərsizliyi bilirsiniz ki, ədədi orta böyük bərabərdir, həndəsi orta deməkdir. Böyük bərabərdir 2 vurulsun kök altında bunların hasili. Bir də x-in yalnız müsbət tərəfinə baxacağıq. Çünki şərtdə bizə x-in müsbət qiymətlər aldığını qeyd edib onsuz da. 2 vurulsun, burada 64-dən 8 çıxır, bərabərdir 16. Yəni, məxrəcin ən kiçik qiyməti 16-dır. Qeyd elədik, məxrəcdə 16-nı yazdıq. Deməli, bizim kəsirimizin ən böyük qiymət olması üçün məxrəcə ən kiçik qiymət qoymalıydım. 1 bölsün 16 və bunun 64 mislini istədiyinə görə 64-ü 16-ya bölürük. Yekun cavab deyir 4. Vəssalam.